Artıq bir neçə aydan sonra, bir neçə aylardan sonra təkrardan biz yeni üzvlərin, yeni şəxslərin qəbulunu açıq elan elədik və bu qədər say olacağını açıqcası etiraf edim, mən gözləmirdim. Artıq ondan çox gənc belə də müraciət elədi forumuna və gələnlərin də əksəriyyəti baxırdın ki, altyapısı olan, dünya görüşü olan gənclərimizdir. Bu da çox sevindirici haldır. Mütaliəsi olan şəxslərdir. Birinin artıq o ixtisası var, psixologiya sahəsində təhsili var və fəaliyyət göstərir. Digəri xarici dillərdə dərslər keçir. Bundan əlavə qızlarımızın da üstünlük təşkil etməyi çox önəmli bir məqam idi mənə görə ki, əvvəllər belə bir şey var idi da, ön yarğı deyək. Qızların teatrda nə işi var və yaxud da hansısa bir aktivlikdə kurs olar, nə bilim, nəsə bir aktiv fəaliyyət olar. Çox da bizim qızlarımız, mən xatırlayıram, bir 10 il, 15 il öncə qatılmağa biraz çəkinərdilər. Amma bu gün bizə müraciət edənlərin çoxunun qızlardan ibarət olmağı. Bu onu göstərir ki, yavaş-yavaş millət olaraq bu ön yarğıyı yıxmağa başlamışıq və indi qalır nə işləməyə çalışmaq, bu gənclərə nələrsə onların inkişafında töhfə vermək, paralel olaraq özümüzdə nələrsə öyrənmək. Bizim üçün də fürsətdir. Nəyisə öyrənmək üçün ən gözəl vasitələrdən biri öyrətməkdir. Bəli. Biz indi bu öyrətmə prosesinə başlayanda istər-istəməz sən montajda yaddaşını təzələməyə başlayacaqsan, çəkilişdə və s. Elə mənim özüm də teatr tarixini yenidən nəzər salasıyam, teatr tarixinə, kino tarixinə. Öyrətmə həqiqətən məsuliyyətli bir şeydir. Bir də baxır nə öyrədirsən. Mən həqiqətən istəyirəm ki, buradan nələrsə öyrənərək keçsin o gənclər. Gözəl fürsətdir onlar üçün də, bizim üçün də. İnanıram ki, bu 3 ayın sonunda və hətta gələcəkdə onları biz mütləq şəkildə həm yeni layihələrimizdə, tamaşalarda, filmlərdə biz onları mütləq görəcəyik. Məqsədimiz odur. Mən şəxsən 1-2 nəfəri gördüm artıq. Hər hansı bir tamaşamda, əgər rejissor olaraq yer alsam, rejissor olaraq aktyor seçimində ələ ala biləcəyim 1-2 nəfəri gördüm. Film çəkəsi olsam qısa metrajlı, orada da artıq o simadan, bir vizual da önəmlidir, hər hansı bir personaja uyğun gəlməlidir. Orada da gördüm, danışıq cəhətdən belə həvəs, aktivlik, nitq, bəlağət. Artıq bir kişi elə götürmüşəm. Ümid edirəm ki, bu dostlarımızın, yeni gənclərimizin kurslarda aktivliyi, iştirakları davamlı olar, məsuliyyətli yanaşarlar bu məsələyə və mən mütləq ki, nəzərdə tutduğum o şəxsləri istər teatr səhnəsində, istərsə də kamera önündə dəyərləndirməliyəm.